Salam, hər vaxtınız xeyir olsun. Biz bugün sizinlə Azərbaycan Respublikasının təbii sərvətlərinə baxacağıq. Bildiyimiz kimi Azərbaycan ərazisində ən geniş yayılan təbii sərvətlər yanar faydalı qazıntılardır. Bunlardan biri neft ehtiyatlarıdır. Gördüyümüz kimi neftin işarəsi bu gördüyümüz işarədir. Və neft ehtiyatları Azərbaycanda ən çox Abşeron yarımadasında, Xəzər dənizinin şelfində, bununla yanaşı Siyəzən ərazisində, İmişli və Kürdəmir ərazisində və Ceyrançöl ərazisində yayılmışdır. Azərbaycanda ən böyük neft yataqları Xəzər dənizinin şelfindədir. Biz bunlara Günəşli, Azəri, Çıraq, Alov, Danılduzu, Qarabağ, Əşrəfi, İnan və s. kimi yataqları göstərə bilərik. Bununla yanaşı bizim quruda da neft yataqlarımız, yəni kifayət qədər var. Bu yataqlara biz Abşeron ərazisində Bibi Heybət, Pirallahı, Yasamal, Siyəzən, sonra İmişli rayonu ərazisində Muradxanlı, Kürdəmir rayonu ərazisində Mollakənd kimi yataqları nümunə göstərə bilərik. Azərbaycanda ikinci ən geniş yayılmış yataqlardan biri də qaz yataqlarıdır. Gördüyümüz kimi bax qazın işarəsi budur, gördüyümüz kimi və qazla neftin demək olar ki, yayılma arealı eynidir. Azərbaycanda qaz yataqları ən geniş Abşeron yarımadasında və Xəzər dənizinin yenə şelf zonalarında yayılmışdır. Xəzər dənizində olan ən böyük qaz yataqlarımıza Şahdəniz, Ümid və Abşeron yataqları nümunə göstərə bilərik. Abşeron yarımadasında quru ərazidə yayılan qaz yataqlarımıza isə Qaradağ, Qobustan və Gürcan Zirə yataqlarını nümunə göstərə bilərik. Azərbaycanda digər yayılmış faydalı qazıntı, yəni yanar faydalı qazıntı yanar şistdir. Yanar şist Azərbaycanda ən çox yayılıb Qobustan rayonu ərazisində, İsmayıllı rayonu ərazisində və nisbətən Quba rayonu ərazisində mövcuddur. Digər bir təbii sərvətimiz dəmirdir. Dəmir Azərbaycanda Daşkəsən rayonu ərazisində yayılmışdır və Daşkəsən, Hamançay və Dəmiroğlu yataqları ilə təmsil olunur. Azərbaycanda digər bir təbii sərvət alunitdir. Alunit Azərbaycanda yenə də Daşkəsən rayonu ərazisində Zəylik yatağında geniş şəkildə yayılmışdır. Molibden yataqları. Azərbaycanda molibden yataqları əsasən Naxçıvandadır, Ordubad rayonunda. Parağayçay və Diyaqçay yataqları ilə təmsil olunur. Azərbaycan digər bir təbii sərvəti xromitdir. Gördüyünüz kimi xromitin işarəsidir bu. Və Azərbaycanda xromit ehtiyatları Kəlbəcər və Laçın rayonu ərazisindədir. Kəlbəcər rayonu ərazisində Göydərə, Laçın rayonunda isə İpək yataqları ilə təmsil olunur. Azərbaycanın digər bir təbii sərvəti misdir. Misin ən geniş yayıldığı ərazi Gədəbəy rayonudur. Gədəbəy rayonunda Qaradağ yatağı. Bu Azərbaycanın ən böyük mis yatağıdır. Bununla yanaşı Naxçıvanda Babək rayonunda,